Salam, hər vaxtınız xeyir olsun. Bugün coğrafyadan keçəcəyimiz dərsimiz Avropanın relyefi dərsidir. Avropa, Avrasiya materikinin qərb hissəsində yerləşən qitədir. Qitədə regional relyefinə görə fərqləndiyinə görə bir-birindən kəskin fərqlənir. Deməli, bu Avropadır. Şimali Avropada yerləşən qədim Skandinaviya dağları bütün Skandinav yarımadası boyunca uzanır. Bu dağlar yüksək deyil. Onların ən hündür zirvəsi Qalxabegen dağıdır. 2469 metrdir Qalxabegen dağının hündürlüyü. Skandinaviya yarımadası 20 il əvvəldə qədər buzlaqlarda örtülmüşdür. Hazırda bu ərazilərdə belə buzlaqlar yoxdur. Lakin buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formalar geniş yayılmışdır. Bunlar moren tirələri, təpələri və troq dərələrdir. Buz örtüyü ərdikdən sonra qonanda suyun səviyyəsi qalxmış, sahil boyu dərələr su altında qalmış, dərələr körfəzlərə çevrilmişdir. Quruya daxil olmuş dik sıldırım qayalı sahillərdə bu ensiz və dərin körfəzlər fyordlar adlanır. Orta Avropanın relyefi üçün düzənliklər səciyyəvidir. Onların ən böyüyü Almaniya Polşa ovalığıdır. Orta Avropa Atlantik okeanı sahillərində qurunun tektonik əyilməsi baş verir. Tədrici enmələr sahil boyu ərazinin su altında qalması ilə nəticələnir. Su basmalarının qarşısını almaq üçün bəndlər tikilir, dənizlər qurulur və homogen mənşəli düzənliklər yaradılır. Polder əvvəllər dəniz dayazlığı olmuş ərazilərdir. Mürəkkəb mühəndis qurğu sistemlərinin köməyi ilə insanlar bu əraziyi quruya çevirmişlər. Şəkildə gördüyünüz, deməli şəkil budur. Şəkildə gördüyünüz Niderland tarixi əhəmiyyətli dəyərlərindən sayılan yel dəyirmanının yerində bir zamanlar bax bu yel dəyirmanların yerində bir zamanlar böyük bir dəniz olmuşdur. Orta Avropa cavan qövsvari formaya malik Alp dağları yerləşir. Bu dağlar Afrika və Avrasiya litosfer havalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Alp dağları Şimali Avropanın qədim dağlarında yüksək şiş uclu zirvələri və yamacları dik olmaları ilə fərqlənir. Hündürlüyü 3500 metrdən yüksək zirvələr, o cümlədən Alp dağlarının hündürlüyü 4807 metr olan ən yüksək zirvəsi Mont-Blanc zirvəsidir. Mont-Blanc fransız dilində Ağdağ deməkdir. Dağ buzaqları ilə örtülmüşdür. Alp dağlarının yerləşdiyi Fransa, İsveçrə, Avstraliya, İtaliya kimi ölkələrdə həm qışda, həm də yayda fəaliyyət göstərən dağ kurortları yaradılmışdır. Bu kurortlar qış idman növləri həvəskarlar arasında çox məşhurdur. Onlar ölkənin iqtisadiyyatını xeyli gəlir gətirməyinə imkan verir. Lakin seismik cəhətdən aktiv ərazilərdə zəlzələlər təsərrüfatda əhaliyə və səyahətdə gəlmiş turistlərə ziyan verir. Burada biz Matterhorn pikində görürük. Şimali Avropada yerləşən eyni adlı düzənlik Karpat dağları Ural dağına dək uzanır. Orta Rusiya, Volqaboy Uval dağı yüksəklikləri bu ərazilərdir. Düzənliyin şimalında buzaq relyef formaları geniş yayılmışdır. Şərqi Avropa düzənliyi Ukrayna, Belorusiya ölkələrində və Rusiyanın Avropa hissəsində uyğun gəlir. Şərqi Avropa düzənliyi əhalinin ən çox məskunlaşmış ərazilərdən biridir. Burada Moskva, Sankt-Peterburg, Kiyev və başqa nəhəng sənaye sahələri də yerləşir. Şərqi Avropa düzənliyinin cənubunda Asiya və Avropanın sərhədində cavan dağ sistemləri olan Qırım və Qafqaz dağları uzanır. Deməli, yeni bölməmizdə baxaq hansı tapşırıqlar varmış. Birinci tapşırıq. Mətndəki coğrafi obyektlərin adlarını dəftərinizə yazın, fiziki xəritədə göstərin və kontur xəritədə qeyd edin. Fiziki xəritədə göstərmək, kontur xəritədə qeyd etmək sizin işinizdir. Odur ki, mən cavabını sizə deyim ki, hansılar yerləşir? Şimali Avropada yerləşən Skandinaviya dağları, ən hündür zirvəsi olan Qalxabegen dağı, mötərizədə də yaza bilərsiniz 2469 metr. Orta Avropanın relyefi üçün düzənliklər səciyyəvidir. Orada Almaniya, Polşa ovalığı var.
2. Mətndən Avropa relyefi və iqtisadiyyatı arasındakı əlaqəni göstərən cümləni tapıb dəftərinizə yazın. Deməli, relyef üçün düzənliklərin səciyyəvidir. Cənubi Avropa Aralıq dənizinin şimal sahillərini əhatə edir. Cavabımız bu idi. Buzlaq və karkat relyef formaları polder və fiordların geniş yayıldığı Avropa ölkələrinə müvafiq olaraq sadalayın və xəritədə göstərin. Əvvəl Skandinaviya, sonra deməli burada bizdə Moren təpəsi də göstərilib, Moren tirəsi də. Moren təpəsini necə izah etdik? Digərində burada sadəcə kitabdan tapıb yazırsınız. 5. Skandinaviya və Alp dağları müqayisə edin və Venn diaqramını tamamlayın. Deməli, Skandinaviya dağları Şimali Avropada yerləşir. Sonra Skandinaviya yarımadası boyunca uzanır. Buzaqlar yoxdur. Alp dağları Şimali Avropada yerləşir. 4800 metr hündürlüyündədir. Deməli, bugünkü dərsimiz bu qədər uşaqlar. Kanalıma abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.